Çox hörmətli Məmməd müəllim Sadə xanımın Türk xalqları ədəbiyyatı ilə bağlı araşdırmalarına toxundu ümumi şəkildə və Sadə xanımın çox obrazlı surətdə sərhədləri aşan tədqiqatçı adlandırdı. Bizim məclisimizdə sərhədləri aşan adam şeirinin müəllifi, həm də Sadə xanımın o öz Borçallısı, şair Vəli Qaraçaylı əyləşir. Mən ondan xahiş edəcəm, yerinə düşmüşkən o şeiri desin və Sadə xanım haqqında ürək sözlərində bizimlə bölüşdürüm. Mən o şeiri mənə yazıb, amma mən bugün o şeirin yazılma səlahiyyətini Sadə xanıma başlayıram və hesab edin ki, Sadə xanım üçün deyilir o sözlərini. Çünki Sadə xanım daha çox layiqdir o sərhədləri aşan adam titulunu. Buyur Vəli. Çox sağ ol, Əsəd Cahangir. İndi özün bilirsən ki, mən də Sadə xanımın uğrunda getmişdim Şabrana, orada istirahət eləməyə, yazıçılar birliyindən 10 gün müddətinə. Bugün tədbirə görə qayıtdım geri. Dünən getdim, bugün qayıtdım geri gəldim. Çünki Sadə xanımı biz çox sevirik. Nəyə görə sevirik? Sadə xanım ziyalıdır. Qadınlar dünyada çoxdur və cürəbədir, mürəkkəb qadınlar. Hər bir xasiyyətdə, xarakterdə qadınlar var. Amma qadınların hətta dost olmağı da çox çətindir. Səyyad Aran gözəl dedi abi, orada elə bir söz işlətdi ki, sac ayağı. O sac ayağını çox adam onun mənasını gərək dərk edəndə qaynar qazanın altında bir qazan qaynayır. O qazanın altında çiğnir elən 3 dənə sac ayağıdır. Ona görə də bax sizin üçünüzün dostluğumuz. İndi kitabı oxumamışıq, yəqin ki kitabı oxuyacaq. Bizə hələ mənə də heç verilməyib, qızımızdan da utandım istəməyə. İndi verər inşallah. Sadə xanım bizim hamımızın sevimlisidir. Tüm Borçalların, Azərbaycanın, Türk dünyasının sevimlisidir. Ona görə ki siz ömrünüzü elmə, mədəniyyətə, xalqımıza xidmətə həsr edirsiniz. Və bundan gözəl həyatda nə ola bilər? Və hətta siz gözəl bir övlad dünyaya gətirirsiniz, maşallah olsun. O da bizim gələcəkdə başımızın ucalığı, fəxri, onun da hələ həyatı qabaqdadır. O da sizi kimi zirvələrdən zirvələrə yüksələcək, sərhədləri aşacaq. Əsəd Cahangirin o dediyi kimi və mən arzu edirəm ki, indi gördünüzmü, xoş təsadüflə bu həm də belə Gürcüstanla da bizim Eşat müəllim o gün dediniz sərhədlər asılacaq. Görürsən, artıq sərhədlərimiz də asılı Gürcüstanla. Biz inşallah sərhədləri aşıb Gürcüstana da vətənə belə gedəcəyik, qatarla gedəcəyik inşallah. Yaxın vaxtlarda da yəqin ki, elə sərhəddi, elə piyada da maşınla da inşallah nasib edəcəyik. Sağ olun, var olun Sadə xanım, siz bizim əzliniz, dəyərliniz, sevimlizsiniz. Ona görə də Əsəd Cahangir demişkən, mən bu şeiri Kazbek dağlarının başında yazmışam Əsəd Cahangirə. Əsəd Cahangir dedi ki, sən sərhəddi aşıb Rusiyaya gedirsən, nəvələrin yanına, sən dünyanın xoşbəxt adamısan ki, buradan keçirsən Gürcüstana, Gürcüstandan keçirsən Rusiyaya, 2 sərhəd daşırsan. Mən də bu şeir elə o Kazbek dağlarını aşanda orada yarandı. Görüm, indi yadımdan çıxmayıbsa, hamısını dəyəcək. Deyir, bu dünyanın xoşbəxtidir. Sərhədləri aşan adam. Dağıdaraq neçə bəndi, çaylar kimi daşan adam. Sərhəddəki dirəkləri öz kökündən üzənlər də səyyah olub dünyamızı qarış-qarış gəzənlər də bu dünyanın xoşbəxtidir. Bu dünyanın xoşbəxtidir o kəslər ki, sən tanımır. Dünyamızı bütöv görür, heç zaman sərhəd tanımır. Yaylaqlara köç eyləyib buz bulaqdan isənlər də, xəyalı ilə neçə-neçə sərhədləri keçənlər də bu dünyanın xoşbəxtidir. Ağatını səyrilərək zülmətləri ərdənlər, o tikanlı məhdilləri nəfəsi ilə çürüdənlər, qatar kimi gözündə qanat çalıb süzənlər də, qəvvas kimi dayanmadan dəryalarda üzənlər də bu dünyanın xoşbəxtidir. Qitələrdə Bağdadımdan qanat çalıb öz səfi ilə uçanlar da, qitələrdən qitələrə qovularaq qaçanlar da,
qitələrdən qitələrə boğularaq qaçanlar da, canlarını zalimların ucbatından dənizlərdə batanlar da, canlarını qurtararaq sahillərə çatanlar da bu dünyanın xoşbəxtidir. Keçmişimdən bugünümə miras qalan bircə izdir. Xoşbəxt olan bir kəsdir ki, arzuları sərhədsizdir. Bax, Sahidə xanım kimi. O sahildə doğulanlar, bu sahildə dil açanlar, sərhədsiz bir dünya görüb arzuları gül açanlar bu dünyanın xoşbəxtidir. Siz də bu dünyanın xoşbəxtidir.